Ne diysen? Şimdi kalanız mamsı beğendim. Yes. Hı? Ha ne oldu? Niye sıkıldınız? Var ki kimler? Serbest olun. Ne sen bunu diye de serbest olun. İzi burada da. Hayır. Ha, çekin. Siz çekin, ben çekin. Ha? Ben Ha sen masal. Ay olsun da bizim de sesimiz düşür. Ne? Kaçıyor. Sesimiz. Sesini seni tanıyacaklar. Anne tanıdı. Var ben seni benim tuturam. Yaxşı. İzi bunu dəstə dinçilər adında paylaşacağım. O da siz səsindən tanıyın vereyim kim olur. Adımı o deyiblər də. Səsini çıxartma ha. Adımı müəllim səsimi tanıyanlar havalı Onu olsun. kim deyəcək ki o Əlidir? Əli səsini Masalsız sol. Yaxşı. Bugün 6 siniflərdəyik. 6 sinifimizdəyik. Əslində uşaqlarımızın hər biri əzizdir, dəyərlidir bizim üçün. Sizin də yeriniz bir başqadır. Artıq yəni hal dediğim ismi müəyyən və qeyri-müəyyən olan halları hansılar oldu uşaqlar? Müəyyən və qeyri-müəyyən, təsirli və qeyri-müəyyən təsirli. Aha, müəyyən yerlik və qeyri-müəyyən. Bir də təsirlikdə qeyri-müəyyən təsirli, yal və müəyyən təsirli. Quzu hansı halda? Adlı. Adlı. İkisi feil. Feildir sayılır. Quzu adlı halıydı, quzu da adlı halıydı. Amma mən deyirəm ki, sizin su adlı hal deyil. Niye? Niyə? Quzu suyu içir, artırıla bilir. Hangi uşağı tanıdı? Gördünüz? İndi sizin valideynləriniz video baxanda fikirləşər ki, hansı Hə, xalq uşağı oxuyur amma sən oxursan. hansı uşağı tanıdı? Uşaqlar, kənardan baxanda ikisinə adlı hal oxşur. Çünki şəkilçimiz yoxdur. Sözün kökü quzu, markerin, oyuncu. Aha. Quzu sözün kökü. Maçeylərə nə olub? Malum diyor. A, qəşəng, baby. Quzu sözün kökü. Ne olur? Neydi de? Değil uşaq mənasında yox, kulağa gözəllik mənasında. Bəli. Qızlara həmişə xoş sözlə bilin lazımdır. İkisi də adlı xal oxşuyur, amma mən deyirəm ki, su sözü adlı xalda deyil. Qeyri-müəyyən təsirli xaldadır. Nədən gidik ana? Çünki yu şəkilsi artırıla bilir. Quzu, suyu. Müəyyən təsirli xaldakı olan sözü? Qeyri-müəyyən. Yox, aysan. Qeyri-müəyyən. Evet. Deməli, qeyri-müəyyən təsirli xalda olan sözü müəyyən təsirli xala çevirmək üçün bir neçə qaydamız var. Qaydamızın biri budur ki, Sonuna- həmin sözü cümlədə gətirirsiniz əvvələ. Su buz içir olar, yoxsa suyu buz içir? Suyu quzu içir. Bu, arxeolojik qarbonizmlar zamanı tapılan xəttindən yazıram. Suyu buzu içir. İndi baxaq, nədir sözün kökü? Su. Bu nə şəkilçisi olur? Təsirli. Sonra ikinci qaydamız. Həmin sözdən əvvəl işarə vəzifələriniz hansılardır? O, bu, elə, belə, həmin. Deyək, bunlardan birini artıraq. Uzu, su içir yoxsa suyu içir? Suyu. Uzu, Suyu içir. Suyu. içir. Odur. Bəli. Yaxşı. Deyin görün, indi hansı suala cavab verdi su? Qeyri-müəyyən və qeyri-müəyyən təsirli xal cümlədə hansı vəzifə işlənir, hansı cümləniz olur uşaqlar? Buradan da bir dənə gedirik riyaziyyata inteqrasiya edirik. T plus T qanunu. Bu nədir? Təsirli xal cümlədə yalnız tamamlıq vəzifəsində işlənir. Gəlin təhlil edək. Nə edir? İçir. Nə içir? Su. İçən kimdir? Quzu. Xəbəri tapdıq, sonra Mübtədə. Sonra xəbərin yanından mübtədəyə doğru gəlirik. Odur. Nə içir? Quzu. Su. Mübtədə. Quzu. Nə içir? Suyu. Tamamdır. Təsir kəlcümədə nə vəzifəsində işlənir? Tamamlıq. Test də gələk T. Odur. Aydındır. Qaranlıqda qaldı.